17 oktyabr 2025-ci il Azərbaycan Kinematografçılar İttifaqının nümayiş zalı. Sabah tələbə filmləri gecəsində 4 gənc rejissor qısa metrajlı ekran əsərlərini təqdim etməyə hazırlaşırlar. 4 fərqli baxış bucağı, 4 fərqli fikir. Tədbirə ənənəvi olaraq giriş sözü ilə kinotənqidçi, moderator Sevda Sultanova açır. Biz əslində Ülviyə xanımdan belə qərara gəlmişdik ki, bu daha çox peşəkar dairədə olsa və çox istərdik ki, İncəsənət Universiteti müəllimlərini də burada görək. Amma təəssüf ki, mən belə başa düşürəm, onlar biraz əməkdaşlıqdan qaçırlar. Söhbət Məmmədəf müəllimimizdən getmir, söhbət kinodan, yəni kino fakültəsinə cavabdeh olan müəllimlərdən gedir. Daha sonra sözü xalq artisti Məmmədəf Qasımova verir. Düşünürəm ki, yaxşılıq eləmək lazımdır. Tələbəyə xüsusilə hörmətlə yanaşmaq lazımdır. Tələbələrin qeydinə qalmaq lazımdır. Ona görə ki, onlar bizim gələcəyimizdir. Onlar bizim kinomuzun gələcəyidir. Mən onlara inanıram. Mən Elmana inanıram. Mən Şirinə inanıram. Mən Kənana inanıram. İşləmişəm də uşaqlarına. Hamısına inanıram. Və əminəm ki, onlara böyük film versələr və onlar peşəkarcasına o yükün altına girib, o yükü dartacaqlar, edəcəklər. Mən buna inanıram. Qısa nitqlərdən sonra Elmar Fərzəlinin Hökm, Vüsal Əsgərovun İmtahan və Əhməd Əhmədovun Anlaşılmayan adlı müasir mövzularda çəkdikləri qısa metrajlı bədii filmlərin nümayişi başladır. Vüsal Əsgərovun İmtahan filmi imtahandan kəsilən tələbənin valideynləri tərəfindən qarşılaşdığı zorakılığa etiraz olaraq intihar etməsi haqqındadır. Elmar Fərzəlinin Hökm filmi keçmiş hüquq mühafizə orqanları əməkdaşlarının cəzalandırılmasından, etdikləri cinayətə görə qisas alınmasından bəhs edir. Və nəhayət, Əhməd Əhmədovun Anlaşılmayan filmi isə valideynləri tərəfindən sevilməyən və qəbul olunmayan gəncin həyatından və sonda intihar etməsindən bəhs edir. Nümayişdən sonra kinotənqidçi və moderator Sevda Sultanova yaradıcı heyətlə tələbə filmləri, müasir filmlərdə gənclərin yanaşması, ideya axtarışı, müəlliflərin qarşılaşdığı çətinliklər və digər məsələlər barədə müzakirələr apardı. Səni narahat edən mövzuda çək, səni narahat edən mövzuda yaz. Amma o belə birdən-birə olur, yəni narahat edən onun barəsində düşünüm olmur. Bir də görürsünüz, misal üçün, hansısa bir hadisə olur, o hadisə mənə çox təsir edir, sonra oturam ki, onu yazıram, var belə, çəkdiyim filmlər üçün elə bir şey var. Bu senari mən oxuduğum kitabdan ilhamlanarak olmuşdur. Kitabı da göstərdim, tanrı psikopat çocukları. Düzdür, orada təmiz başqadır, hekayə təmiz başqa mövzudur. Sadəcə, orada bir hadisə olmuşdu. Yəni, bir dostun, elə ki, həm dost, həm uşağına, uşağına dostlar arasında seçim arasında qalmışdı. Mənə çox təsir eləmişdi, ona görə bu hekayəni yazmışdım. Yəni, hansısa bir hadisə baş verir və o baş verən hadisə təsirləndirirsə məni, onun əsasında mən nəsə yazmağa başlayıram. Yəni, bu da əhlənsin olmuşdur. Oturup baxırıq, yaxınçılıq olur. Kinoya baxan necə olur? Qayı içəri baxmaq olur, belə sonra içəri baxmaq olur. İkisi də yaxşıdır, amma yaxın gələn olur. Orada da mən yaxın bunlar gəlirdi. Həmin o, biraz mifologiya adamlar, amma hər halda özünü göstərir. Bizim, siz dediyiniz kimi, aktual mövzudur bizdə. Valideyn zorakılığı, yəni əminin qızı qəbul oldu, sən qəbul olmadın, qonşuya mən nə deyəcəm, sonra hazırlıqlara o qədər pul vermişəm. Yəni, sonda o deyilən bir kəlmə ki, yəni, təhsil önəmlidir. Mən özüm 10 ildən sonra universiteti görmüşəm. Yəni, amma mən elə bir zorakılıqla rastlaşmamışam. Və bir dənə Şəms xanım, səhv eləmirəmsə, intihar eləmişdi. Evə gəlib, kəsilib, atası ona deyib ki, mən sənin yerində olsaydım, özümü asarım. Bu qız da məktub yazıb, ətraflı sözlərin hamısını demirəmsə, sonunda da deyib ki, əziz ata, mən sənin dediyin kimi özümü asıram. Düzdür, valideyn ola bilsin ona əsərlə, qəzəblə deyib, amma bir ömür o vicdan azabı ilə yaşayacaq. Buna görə mən belə fikirləşdim ki, o aktual mövzu olduğuna görə və instituta girdin, girmədin, qəbul oldun, olmadın. Bu önəmli olmamalıdır. Əsas övlad, əsas ailə önəmli olmalıdır. Bəli, hər bir nümayiş, ardınca müzakirə, yeni düşüncə tərzi, ideya axtarışları, çəkiliş metodlarının yaranmasına səbəb olur. Bu, formalaşmaqda olan, hətta formalaşmamış kinematografçılar üçün də vacib prosesdir. Sabah üçün əsasdır. Yaxın günlərdə Azərbaycan Kinematografçılar İttifaqının növbəti film gecələrində görüşənədək.